Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli 1182 nömrəli sərəncamına əsasən ölkəmizdə təbii fəlakətlərin, texnogen qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, xilasetmə və bərpa işlərinin vahid mərkəzdən idarə olunması, həmçinin mülki müdafiə işinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Paytaxt Bakı şəhərinin coğrafi mövqeyi, əhalinin sıxlığı və seismik zonada yerləşməsi, sürüşmə və subasma risklərinin mövcudluğu, eləcə də iri şəhərlərə xas partlayış, yanğın, nəqliyyat və texnogen qəzaların təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini zəruri etmişdir. Məhz bu məqsədlə Fövqəladə Hallar Naziri General Polkovnik Kəmaləddin Heydərovun 24 may 2006-cı il tarixli əmri ilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi yaradılmışdır. Bugün Bakı Regional Mərkəzi paytaxt və ətraf ərazilərdə fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması, mülki müdafiə tədbirlərinin təşkili və operativ xilasetmə fəaliyyətinin həyata keçirilməsi istiqamətində mühüm vəzifələri yerinə yetirir. Mərkəzin fəaliyyətində ümumi rəhbərliyi mərkəzi rəisi həyata keçirir. Rəisin fəaliyyətinin səmərəli təşkili məqsədi ilə strukturda rəis müavinləri fəaliyyət göstərir. Bakı Regional Mərkəzinin əsas struktur bölmələrindən biri operativ reaksiya vermə və əməliyyat planlaşdırma idarəsidir. Bu idarə fövqəladə hallarda operativ reaksiya verilməsi, məlumatların toplanması və təhlili, həmçinin əməliyyat fəaliyyətinin planlaşdırılması istiqamətində mühüm funksiyaları icra edir. Mərkəzin fəaliyyətində xüsusi əhəmiyyətə malik bölmələrdən biri də mülki müdafiə idarəsidir. Bu idarə əhalinin və ərazilərin fövqəladə hallardan mühafizəsi, mülki müdafiə tədbirlərinin təşkili və hazırlıq işlərinin koordinasiyasını həyata keçirir. Bakı Regional Mərkəzinin tabeliyində Binəqədi, Xətai, Xəzər və Piravlahı, Qaradağ, Nəsimi, Nərimanlı, Nizami, Sabunçu, Səbai, Suraxanı, Yasamal rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbələri fəaliyyət göstərir. Mərkəzin digər mühüm struktur bölməsi təsərrüfat və maddi texniki tədqiqat idarəsidir. Bu idarə mərkəzin maddi texniki təminatını həyata keçirir. Xüsusilə xilasetmə xidməti isə fövqəladə hadisələr zamanı operativ xilasetmə tədbirlərinin icrasında iştirak edir. Xidmətin tərkibinə birinci, ikinci və üçüncü xilasetmə qrupları, həmçinin tibb məntəqəsi daxildir. Bununla yanaşı, Bakı Regional Mərkəzində fəaliyyətin səmərəli təşkili məqsədi ilə kadrlar bölməsi, maliyyə və mühasibat uçucu sektoru, ümumi sektor, maarifləndirmə sektoru, hüquq sektoru, rabitə və informasiya texnologiyaları sektoru, məxfi sektor, texniki təhlükəsizlik işinin təşkili şöbəsi və fövqəladə halların monitorinqi və proqnozlaşdırması sektoru fəaliyyət göstərir. Bugün Bakı Regional Mərkəzi paytaxt və ətraf ərazilərdə fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması, mülki müdafiə tədbirlərinin təşkili və operativ xilasetmə fəaliyyətinin həyata keçirilməsi istiqamətində mühüm vəzifələri yerinə yetirir. Mərkəzin fəaliyyətində ümumi rəhbərliyi mərkəzi rəisi həyata keçirir. Rəisin fəaliyyətinin səmərəli təşkili məqsədi ilə strukturda rəis müavinləri fəaliyyət göstərir. Bakı Regional Mərkəzinin əsas struktur bölmələrindən biri operativ reaksiya vermə və əməliyyat planlaşdırma idarəsidir. Bu idarə fövqəladə hallarda operativ reaksiya verilməsi, məlumatların toplanması və təhlili, həmçinin əməliyyat fəaliyyətinin planlaşdırılması istiqamətində mühüm funksiyaları icra edir. Mərkəzin fəaliyyətində xüsusi əhəmiyyətə malik bölmələrdən biri də mülki müdafiə idarəsidir. Bu idarə əhalinin və ərazilərin fövqəladə hallardan mühafizəsi, mülki müdafiə tədbirlərinin təşkili və hazırlıq işlərinin koordinasiyasını həyata keçirir. Bakı Regional Mərkəzinin tabeliyində Binəqədi, Xətai, Xəzər və Piravlahı, Qaradağ, Nəsimi, Nərimanlı, Nizami, Sabunçu, Səbai, Suraxanı, Yasamal rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbələri fəaliyyət göstərir. Mərkəzin digər mühüm struktur bölməsi təsərrüfat və maddi texniki tədqiqat idarəsidir. Bu idarə mərkəzin maddi texniki təminatını həyata keçirir. Xüsusilə xilasetmə xidməti isə fövqəladə hadisələr zamanı operativ xilasetmə tədbirlərinin icrasında iştirak edir. Xidmətin tərkibinə birinci, ikinci və üçüncü xilasetmə qrupları, həmçinin tibb məntəqəsi daxildir. Bununla yanaşı, Bakı Regional Mərkəzində fəaliyyətin səmərəli təşkili məqsədi ilə kadrlar bölməsi, maliyyə və mühasibat uçucu sektoru, ümumi sektor, maarifləndirmə sektoru, hüquq sektoru, rabitə və informasiya texnologiyaları sektoru, məxfi sektor, texniki təhlükəsizlik işinin təşkili şöbəsi və fövqəladə halların monitorinqi və proqnozlaşdırması sektoru fəaliyyət göstərir.
Mərkəzin əsas fəaliyyət istiqamətlərinə mülki müdafiə tədbirlərinin təşkili və koordinasiyası, fövqəladə hallara çevik reaksiya verilməsi, qəza xilasetmə və digər təxirə salınmaz tədbirlərin həyata keçirilməsi, əhalinin maarifləndirilməsi və xəbərdar edilməsi, dövlət qurumlarının ilə qarşılıqlı fəaliyyətin təşkili daxildir. Mülki müdafiə sahəsində əhalinin hazırlığının artırılması məqsədi ilə Bakı Regional Mərkəzi tərəfindən ali və orta təhsil müəssisələrində maarifləndirmə tədbirləri, rəhbər heyət üçün hazırlıq kursları, taktiki xüsusi təlimlər, kompleks mülki müdafiə məşqləri və beynəlxalq təlimlər keçirilir. Eyni zamanda Bakı metropolitenində, səhiyyə müəssisələrində, rayon icra hakimiyyətlərində və digər obyektlərdə təhlükəsizlik mövzularında müşavirələr və praktiki məşqlər təşkil olunur. Mərkəz tərəfindən gənc xilasedici və yanğınsöndürən yarışları təşkil olunur. Sürüşmə zonalarında mütəmadi monitorinqlər aparılır. 112 qaynar xəttinə daxil olan müraciətlər və şikayətlər operativ şəkildə araşdırılır. Ekoloji aksiyalar həyata keçirilir. Həmçinin əhalinin təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin elektron ünvanları mövcuddur. Fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması üzrə peşəkar hazırlıq keçmiş Bakı Regional Mərkəzinin əməkdaşları bu gün də paytaxt əhalisinin təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanırlar. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi təhlükəsizlik naminə xidmət edir.